Salam əziz abituriyentlər, əziz izləyicilər. Bildiyiniz kimi may ayının 24-də qəbul imtahanının ikinci mərhələsi olan blok imtahanı keçiriləcək. Blok imtahanında bütün abituriyentlərə, başda öz tələbələrim olmaqla bütün abituriyentlərə uğurlar arzulayıram. İnşallah hər şey ürəyiniz istədiyi kimi olar. Allahın izni ilə kim zəhmət çəkibsə, Allah onun qarşılığını mütləq şəkildə ona bəxş edəcək, nəsib edəcək. Heç narahat olmayın. Əlbəttə ki, 2 illik ağır hazırlıq müddəti, bundan əlavə 11 il sizin deməli orta məktəbdə çalışmağınız mütləq şəkildə öz bəhrəsini sizə verəcək. Hər birinizə uğurlar arzulayıram. Qətiyyən imtahan öncəsi bəzi məsləhətlərimi sizə vermək istəyirəm. Deməli 2 gün qalıb. Bu gün may ayının 22-sidir. İmtahana 2 gün vaxt qalıb. Bu 2 gün ərzində uzun-uzadı saatlarla oturub çalışmaq yox. Əsasən sakit beyinlə düşünmək lazımdır ki, hansı mövzularda sizin çətinliyiniz ola bilər. Bununla bağlı həm müəllimlərinizə müraciət edə bilərsiniz. Deməli onlardan nəsə kömək istəyə bilərsiniz. Yaxud da özünüz müstəqil şəkildə həmin hissələri təkrar edə bilərsiniz və həmin hissələrə aid olan topluda verilmiş test tapşırıqlarını bir daha nəzərdən keçirib onların həmin test tapşırıqlarını deməli həll edə bilərsiniz. Çox da yüklənmək lazım deyil. Bu aralar bu 2 gün ərzində xüsusilə yuxu rejiminizə diqqət edin. Vaxtınızı bir qədər də deməli səmərəli və mənalı keçirməyə çalışın. İstirahət olunca beyniniz sakitləşsin, bədəniniz fiziki olaraq sakitləşsin, çox da yorğun olmasın. Əlavə olaraq psixoloji cəhətdən də özünüzü hazırlayın imtahana ki, bu imtahanı məhz siz öhdəsindən gələcəksiniz. Nə olur olsun, imtahanın nəticəsinin hasılı olmayaraq unutmayın ki, deməli bu sadəcə bir imtahandır. Bu sizin gələcək karyeranız üçün bir keçid dönəmidir, keçid mərhələsidir və burada sizin taleyiniz yəni başa çatmır. Burada əslində bir keçid mərhələdir, yeni bir həyatın başlanğıcıdır. Burada nəticə aşağıda ola bilər, yüksək də ola bilər. Amma bu sizin həyata olan motivasiyanıza, düşüncələrinizə təsir eləməli deyil. Mən inanıram ki, zəhmət çəkən hər bir şəxs bu imtahanın öhdəsindən gələcək və istədiyi balı toplayacaq. Hər birinizə uğurlar arzulayıram. İnşallah bazar günü may ayının 24-də sizdən xoş xəbərlər gözləyirəm. İmtahandan çıxan kimi mütləq nəticələrinizi bizlə bölüşmək üçün bizi axtarın və biz də sizin testlərinizi yoxlayaq və sizin sevincinizə şərik olaq Allahın izni ilə. Hər birinizə uğurlar arzulayıram. Möhkəm olun, səbirli olun, dözümlü olun. Hər şey gözəl olacaq, hər şey yaxşı olacaq və buna əminəm. Uğurlar uşaqlar. Sağ olun.